Tərbiyəli olmaq lazımdır dostlar. 5 klipə nə qədər pul xərcləmisən? 70-80 min. Bir ay ərzində yəni bu qədər xərc çəkmisən. Onun anda yalnız mən var. Hələ biz çox yuxarılara getmək fikrimiz var. Xoşa gəlməz sözlər danışırlar, özümə sığışdırmıram da. Mənim dilim də var, danışa da bilərəm, özümü aparmağı da bilirəm. 30-40 manat verim ki, danışıq qabiliyyəti öyrətdin onlara. Yeni bahalı bir avtomobil almısan. Yaydı da, üstadlar gəlmək lazımdır. Elə çox əşyadan istifadə eləmirsən. Videoya keçməzdən öncə bu cür videoların davamının gəlməyini istəyirsinizsə, videonu bəyənməyi və bildiriş butonunu açmağı unutmayın. Bir aya 5 klip çəkdirdi. 100 minə yaxın pul xərclədi. Söhbət show biznesin yeni nümayəndəsi Rəşaddan gedir. Amma onun hədəfi, məqsədi, niyyəti bu deyil. Onun qarşısında başqa planlar var. Nələr var deyirsinizsə, ekrana yaxın əyləşin. Gənc müğənni Rəşad Şahbazov hər həftə olduğu kimi bu dəfə də yeni klipi ilə Maqazin Plus'da. Boş verdim, nə qədər səni düşünüm, boş verdim. Niyə məni qəmə bürünüm, boş verdim. Klipin adı Boş Verdim mahnısıdır. 5-6 min fərdim çıxıb. Boş verdim adlı mahnıya çəkilmiş klipə 5-6 min pul xərc çəkmisən yəni. Bəlkə sən bu səfər gedməyəsən, bəlkə sən məni incitməyəsən, bəlkə sən dediyini etməyəsən, məni tərk etməyəsən sən. Mən deyərdim ki, əslində əziz tamaşaçılar, bir etiraf eləyim. Bir aydır show biznes, yəni bu sənətdədir Rəşad və bir ay ərzində yəni 5 klipin yayımlanıb, düzdür? Hə, 5 klip əli. 5 klipə nə qədər pul xərcləmisən? Tam səmimi ilk dəfə Maqazin Plus verişində bu haqda etiraf elə. Əslində istəməzdim demək, amma gəldisə deyəcəm mən. 70-80 min. 80 min, əziz tamaşaçılar, 80 min manat bir ay ərzində yəni bu qədər xərc çəkmisən. Bəli. Bu həqiqətən dodaq buçuqladır. Yəni sözün əsl mənasında dodaq buçuqladır. Onun anda yalnız mən bacardım. Ulduz gecə olub, görsədəcəm. Hər kəsə bu gözləyir. Müğənni deyir ki, hələ bu harasıdır. Bunun davamı daha çox səs-küy yaradacaq. Hələ gələcək, hələ çox gələcək. Çünki mən demişdim axı, mən başladımsa dayanmayacam. Bu yandan da biraz prinsipə düşdüm. Ay kalitə falan, o bəzi show biznesə yuxarıdan gedən sözlərimi acıq tutmuşdu. İndi özləri axtararlar, özləri taparlar. Hələ biz çox yuxarılara getmək fikrimiz var. Məqsədimiz az qalıb. Çatırıq yavaş-yavaş. Xoşa gəlməz sözlər danışırlar. Biraz efir mədəniyyətini qorumaq lazımdır. Yəni verişə gələn qonaqlar danışır, yoxsa aparıcılar danışır? Başa düşmədim. Aparıcılar da. Qonaq çağırırsan, qonaq kimi qəbul elə. Çağıra bilmirsənsə, etikadan kənar çıxmayın da. Biraz özünüzü yaxşı aparın. Kimin necə oldu, kimin necə olmadı, siz aparıcısınız. Halal olsun Maqazin Plus verişinə, aparıcılarına. Həqiqətən də ürəyim deyildi, həmişə də ürəyim də oldu. Rəşad efir aparıcılarına xüsusi ismarıc yolladı. Yəni mən elə verişlərə çıxmaram, heç vaxt çıxmayacam da yəni. Yəni heç özümə sığışdırmıram da mən elə verişləri. İlk dəfədir gəlib sizin verişinizə. İlk dəfə gələn insanla elə sən səmimiyyət yaratmalıydın ki, o da səndən danışmalıydı və mən orada nə danışmamışam, danışmıram da bəzi aparıcılarla heç söhbət də eləmirəm. Qonaq olduğu bəzi verilişlərdən narazı qalan müğənni Maqazin Plus'da açdı sandığı, tökdü pambığı. Mənim dilim də var, danışa da bilərəm, özümü aparmağı da bilirəm, oturuşumu da bilirəm. Amma bəzi aparıcılar mən gərək adam tutum, gününə 30-40 manat verim ki, danışıq qabiliyyəti öyrətdin onlara. İnşallah ətrafımda elə insanlar çoxdur danışıq qabiliyyəti öyrətmək, tərbiyəni qanadağı öyrətmək. Tərbiyəli olmaq lazımdır dostlar. Mən nümunə olaraq çıxmışam efir qarşısına. Yəni səmimi danışana səmimi cavab verirəm və sonradan ona kiminsə cavabını
yan-yörəm vermək istədiyi halda mən güclə dayandırıram, ona görə əziyyət çəkirəm. Ondan sonra çağırma, çıxmayım. Mahnında da dediyi kimi, sonuncu mahnında da nə demişdi? Boş verdim. Boş verdim. Niye beni qəmə bürünüm? Boş verdim. Yava değil sürünüm. Boş verdim her şeyime. Məndə olan məlumata görə mən əslində bu məkana gəldim. Mən daha sonra qonağımız gəldi məkana. Məndə olan məlumata görə bir xoş müjdəli bir xəbər var. Hal-hazırda əslində o sualı verəcəm və aşağı düşəcəyik biz, həyətə düşəcəyik. Çünki xeyirli uğurlu olsun, şadlıqlara sürəsən, yeni bahalı bir avtomobil almısan. Çox sağ olun. Neçə almısan? Markasını deməyək, reklamdır, amma qiymət haqqında məlumat. 60 min. 60 minlik maşın. Bəli. Yəni bu avtomobilin nəyə əsas? Mən bilən avtomobilin var idi. Bir avtomobilin var idi. Bəs bunu niyə aldın? Yaydı da, üstası gəlmək lazım. Sərinlik olsun. Yəni sırf yaya görə mi aldın? Yəni üstü açıq avtomobil olsun. Ay xeyirli uğurlu olsun, ay Rəşad, xeyirli uğurlu olsun. Həqiqətən də deyərdim ki, yayın o yayda ən çox istifadə olunan insan istərsən yayda belə avtomobillə şəhərə çıxanda, özü subay, sən də subay. İcazə versən bir mən girim bir avtomobilə bir göz nəzər yetirəm. Mənim adətimdə bilirsən də, mən Əslində hər adama icazə verirəm, amma sizin üçün olar. görürəm belə dayanmısan qabaqdakı, yəni girmə. Bu lap bizim sənətçimiz Manafağayevin vəziyyətinə döndü ha. Yox, həqiqətən də dəyər yəni 60 min bu avtomobili verməyə. Burada da baxıram elə çox əşyadan istifadə eləmirsən maşallah. Əşyalarını evdə qoyursan. Bardachokun açıqdır. Hə, niyə? Bir baxım görüm nə var, nə yox da. Burada nə var? Salfetka da, hə, pasport. Elə vacib bir şey yoxdur görürəm. Burada nə var? Burada da eynək. Eynəkdən də bolsan da deyirəm. Eynəkdən də bolsan. Nədir? USB-dir. Başqa da bir şey yox. Başqa bu kağızı nə üçün burada? Hə. Kağızı da var burada. Burada qələm də var. İndi bu nə üçün burada belə saxlamısan ki, Rəşad? Hə? Hə, nömrə yazıb verirsən. Hə, bildim, başa düşdüm. Yox, yaxşıdır. Sağolma qisməti inşallah şadlıqlara sürəsən. Çox qəşəng avtomobildir. Amma deyəsən avtomobil alanda təkərlərə fikir verməmisən. Təkərləri köhnədir. Bir dənə yaxına arpaça istəyərdim bunu bir dənə göstərəsən. Hə. Bu satan adamın üçün pulunu çıxmısan bunu, yoxsa legalı belə? Görürsən, bax, diqqət etmək lazımdır. Diqqət etmək. Çünki mən elə düşünürəm ki, hətta təkərlərin 4-də dəyişilməlidir. Arxadakı biraz gedər hardasa, amma yenə də dəyişmək lazımdır. Kimlərsə şirin yaxdı mı avtomobilini? Hə, çox. Kimlər atdı? Rəhman, Bala Bəbət, 5 manat atıblar, yoxsa bir 20-dən 50-dən atıblar düzünü? Yox, harasa 200-dən atırlar. Ha, 200 hətta. Əziz tamaşaçılar, onu deyim ki, adını çəkdiyi şəxslər Rəşadın işçiləridir. Yəni işçilər 200 manat rəhbərin avtomobilini atırsa, indi gör Rəşad bunlara aylıq, günlük nə qədər pul verir ki, onlar sənin avtomobilinə 200 manat pul atırlar. Bu zarafat bir şey deyil ha. 50 işçi var, ən azı 3000 alırlar. 50 işçi, Hə, yəni bir nəfər ən azı bir nəfər aylıq mı? 3000 alır, hə. Aylıq bir nəfər işçinə 3000 manat maaş verir. Hə. Allah qazancını artıq eləsin. Avtomobillə də sənə xoş istirahətlər. Çox qəşəng avtomobildir, nə deyim. Yəni dosta qardaşa qismət olacaq bir avtomobildir. Ötürəm qardaşım, çox sağ ol. Nə qədər pul xərcləmisən? Bir entli var da, 700-800 var. Nə danışırsan? Bəli. Biri var əslində brend marka geyinmək. Bir də var ki, yəni elə paltarlar var ki, ucuz olsa da görünüş var ha. Yəni insana yaraşmır söhbət var. O da önəmlidir məncə. Yəni markaya üstünlük verirsən yoxsa yaraşana üstünlük verirsən? Belə bir sual verirsən. Yaraşana üstün verir.